Dayının 69 yaşı var, Rəhman kişinin. Onun xanımının isə 35 yaşı var. Maşallah. 4 il bundan qabaq evləniblər. Onun 66 yaşı olanda onun da olub 30 yaşı. Bax belə evləniblər. Yəni iki dəfə özündən balaca bir xanımla evlənib. Ümumiyyətlə necə baxırsınız özündən 2 dəfə balaca bir xanımla evliliyə? Valla bu bir balaca çətin bir sualdır. Yəni ki, burada artıq bunların münasibətindəki olan məqam nə yerdə idi? Bunu demək Orasını biz çətindir. bilmirik. Və salam. Yəni ki, ancaq bu ən vacib olan bir məqamdır. Yəni ki, bunların arasındakı olan bu sevgi, məhəbbət, doğrudan da duyğuluq, yəni ki, varsa qəbuldur. Yox, bu hansısa bir addım olunub, hansısa bir... Maddiyyata bağlıdırsa, hansısa bir məqsəd varsa... Bəli, məqsəd varsa mən ona... Yəni siz düşünürsünüz ki, insan insana həqiqətən sevgi ilə yanaşırsa, həqiqətən sevirsə, orada bir yaş məhdudiyyətinin müzakirəsi söhbət olub. Söhbət deyil də, mövzu deyil. Bəli. Yaxşı yanaşmadır. Əgər mən bu sualı Xəlil həkimə 35 yaşı olanda versəydim, nə cavab verərdi? Yəni 35 yaşında sözsüz ki, mən 18 yaşında xanımla evlənən deyil, demək ki, bu aydındır. Amma bilirsiniz, bu ürəyə heç vaxt siz yox deyə bilməzsiniz. Bu mümkün deyil. Yəni ki, ürək istəyəndə ürək istəyir. Yəni ki, insanın beyni də qaçır bu cəhətlərdə. Amma yəni ağlını idarə eləyə bilmirsən. Bilmirsən bəzi vaxt. Yəni ürəyin sənə, hisslərin səni idarə eləyir, ağlın sənə o hissin hökmü ilə gedir. Onun ardınca getməyə başlayır. Yəni sevgi belə bir şeydir də. Yəni 35 yaşında mənə bu sualı versəydiniz, bəlkə mən bu sualı cavab verə bilməzdim. Ya da ki, utanardım verməyə. Amma artıq öz 57 yaşımda mən bu sualı cavab verə bilərəm.